Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri formatının tam hüquqlu iştirakçısı statusunu rəsmi şəkildə əldə edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib ki, bu qərar qardaş xalqların ortaq tarixi, mənəvi yaxınlığı və strateji maraqlarını əks etdirir. Onun sözlərinə görə, Azərbaycanın qoşulması formata güclü impuls verəcək və əməkdaşlıq üçün yeni üfüqlər açacaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vurğulayıb ki, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Qırğızstan prezidenti Sadır Japarov qeyd edib ki, formatın genişləndirilməsi tranzit, logistika və energetika sahələrində geniş imkanlar yaradır. Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanı təbrik edərək platformanın beynəlxalq proseslərdə artan rolunu diqqətə çatdırıb. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycanın tam hüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Əliyevi təbrik edib. Beləliklə, Azərbaycan formata tam hüquqlu şəkildə daxil olur, qardaş ölkə və regionun əsas güc mərkəzlərindən biri kimi.